Hey gözəl insanlar, bir də salam. İndi bu mövzunu daha yaxşı anlamaq istəyiriksə, testlərin izahına baxaq. Variantda bax bu bağlacılardan hər hansı birini görsəz, vergül sonra da question tagı, disjunct question görsəz, is it, wasn't it, wasn't, yox, təsdiqdə verəcəklər buranı, təsdiqdə. Burada it, he, she, we, you, they, burada da am, is, are, do, does, did və s. was, were versələr, variantda həmişə nə seçəsiniz? Ya da modal da verə bilərlər. Ancaq neither olur. Çünki neither ilə no olmur, neither ilə or olmur, either ilə nor olmur, both and olur. Amma sağımı təsdiq eləməyim üçün soldakı cümlə nə olmalıdır? In, char. Sual cümlələrdə keçmişdik. Buranı da bizə verdiyi üçün təsdiqdə. Biz məcburuq in, char axtarıq. Yəni both and yox. Yəni D variantı. Eyni test olduğuna görə çox oyan buyan eləmirəm və neither noru seçirəm A variantı. Burada cavab ya bu ikisi çıxar. Either ilə nor olmur, neither ilə or olmur, qaldı 1-4 A variantı. Burada both'la or olmur, not'la and olmur. 1-4 sinonimdir. B variantı. Sifət olduğuna görə əsso bağlacı yoxdur, soso yoxdur. Əzzət adına bağlacı yoxdur. So as var, əzəz var. Cümlə təsdiqdə olduğu üçün so as-ı seçmirəm, qalır E variantı. Yəni Kate bacısı qədər, bacısı kimi mehribandır, dostcanlıdır falan filan. Sifət olduğuna görə, indi diqqətlə baxın. Neither or nə deməkdir? Either ilə nor olmur. Both'la or olmur. Qalırıq, bax. Bu üçlü yarasın. Sifət olduğuna görə saçı seçmirəm. Təbii ki, C variantı düzdür. Kisə, ilə, ağır, idi, ki, onu qaldıra bilmədim. Neither ilə noru seçmək istəyirsə, yəni burada da həmcüs üz gəlmir. Burada məsələn, neither əli, nor vəli. Yəni burada neither'dan sonra sifət gəlir, sonra nordan da sonra gəlir sifət gəlir. Çünki bunlar həmcis üzləri ayırır. Yəni, bu şəkildə düşər, yox. Məsələn, neither'dən or verir, avtomatik o variant səs çıxar. Yəni daha da sadələşdirib salarlar. Hətta gəlib düşə də bilər. Məsələn, sozət, əzəz. Məsələn, əzəzi sifət zərfin içində testə veribsə, bağlayıcı mövzusunda verə bilməz. Sonra nə oldu? Yenə sifət olduğuna görə ağlıma nə gəlir? Ya əzəz, ya da sozət. Saç zaten işləm. Both'la or olmur. Neither ilə or olmur. Either ilə nor olmur. Qaldı nə? B. Kitab o qədər maraqlıdır ki, yerə qoya bilmərəm. Elə oxuyuram. Burada da sifət var. Fikir verin. Bu sifətdən işlənmir. Neither ilə or olmur. Both'la or olmur. Linda elə yorğun idi ki, qərar aldı ki, yatsın. Yəni durmasın, oyamasın. Yerə də neither tired, tired yorğun, necə yorğun sifət. Ondan nordan da sonra sifət verməz. Either nor, neither nor. Not only but also both and. Bir tərəfdə hansı cümlə üzvü varsa, digər tərəfdə eynisini vermək lazımdır. Yəni eyni cümlə üzvündən. Ona görə də olur nə? D variantı. Tələsməliyik, yoxsa qatara gecikəcək, qatar qaçıracaq. Miss the train, qatarı qaçırmaq, catch the train, qatarı çatmaq deməkdir. Bunu qeyd edin. When ya da while I was out, mən çöldə olanda, yəni burada olmayanda kimsə zəng eləmişdi. E variantı. Bax, bu testi bir çox adam çaşdırır. Niyə çaşdırır? D seçilir. Mən dedim ki, D dandan sonra deməkdir. Dandan. Yəni, after you go to bed, sən yatandan sonra demək. Sən yatandan sonra dişlərini fırçala. Yox. Dişlərini fırçala, sonra get yat demək istəyirsənsə, onda bu zendir, zen. Okay? Burada variantda da zen yoxdur. Before you go to bed. Yəni yatmadan öncə dişlərini fırçala. A variantı. Konset bitəndən sonra, gördünüz, bizə və tələs. Yəni sonra budur, qardaş. Bu şeydən sonra. E variantı. Testinizi verin. Yazandan sonra yazan kimi. 1-2. A variantı. Ana çox sevilirdi. İmtahandan keçəndən sonra. D variantı. Keçən 9-lara düşmüşdü. Əskərliyə gedəndən bəri ondan xəbər almamışıq. Yəni almamışam.
Görsəniz ki, past simple və present perfect birinci cavab sincedir. Görsəniz ki, past simple, past perfect, yəni had, atıram heard, onda by the time'dır. Kinoya axıra qədər baxmadım, çünki, because, as, since maraqlı deyildi. Böyük yanğın idi, amma insanlar canını söndürə bildi. Deyəcəyim canını qurtardı. Aha, E'si yoxdur. Umbrellavı götür. Niyə? Çünki yağış yağacaq. Yəni de. Gəl kətdə, yəni həftə sonu kətdə keçirək, əgər hava yaxşı olsa. E variantı. Sonra uşaqlar evdə qaldı, çünki C variantı. Yağış yağırdı. Deyək ki, probka idi, amma vaxtında çatdıq aeroporta, in time. Baxmayaraq probka idi, vaxtında çatdıq, A variantı. Because da çünki deməkdir, as da çünki deməkdir. Okay. Demək, ikisi də səhvdir. Baxmayaraq, çünki biri digər sinonim, biri düzdür, o birisi düzdür. Baxmayaraq, çox qaranlıq idi. Səyahətçilər yollarını çox rahatlıqla tapdılar. D variantı. Dünənki, ya dünən gecə olan fırtına elektrik xəttlərinə zərər vurdu. Ona görə də şəhər atıram, qaranlığa büründü. Yəni, elektriksiz qaldı, belə deyək. İşıqlar kəsildi, D variantı. Kvadratın 4 tərəfi var, amma halbuki 3 bucağın 3, yəni A. Hələ də yağış yağırdı. Ona görə də evdə qalmağı, sakit, qəşəng bir axşam keçirməyi, yəni evdə qalmağı tərcih etdik. So və satisfy'dan əvvəl vergül, əslində satisfy'dan sonra da vergül olmalıdır, neysə. C. O istiqaməti düzgün öyrənməmişdi. Ona görə də yolunu azdı. İstiqaməti düzgün öyrənməmişdi və yolunu azdı. C variantı. Əgər, bax bu inkar if deməkdir də. Əgər daha təcrübəli olmasan, səni vəzifədə qabağa çəkməyəcəklər. Yəni, sənə vəzifə verməyəcəklər. Vəzifədə qabağa çəkilməyəcəksən. Daha təcrübəli olana qədər sənə vəzifə verilməyəcək. Yəni, bir də bu. D variantı. O südü soyuducuya qoydu. Niyə? Xarab olmasın deyə. Yəni, xarab olmamaq üçün. D variantı. Bu topluda veriblər, amma səhv veriblər. Mən düzəltdim bunu ki, qoy düz olsun. Günəşli bir gün olduğu üçün filankəs gün eynəyini taxmışdı. Yəni, filankəs gün eynəyi taxmışdı, çünki hava günəşli idi. C. As soon as you arrive, Şotlandiyaya çatan kimi gəl bizə dəy, bizə baş çək, bizə zəng elə, nə bilim, nə istəyirsən bil. Before. Xaricə getmədən öncə babamla nənəmə baş çəkdim, onları ziyarət edim, D variantı. Diana yeməyini yedi və kadini tərk elədi. 2 feil var, ikisini də əllə ayırmışam. B. Keçmişi indiki bitmişlə uzlaşdırıbsa, bu sinsdir. E. Kənddən gedəndən bəri filan kəsdən xəbər almamışıq. 3 nöqtədən əvvəl yer məkan var. Where? D variantı. Deyib, balaca bir mağaza tapdıq. Harada ki, biz çörək ala bildik. Yəni, çörək ala bildiyimiz bir mağaza tapdıq. D variantı. Görürsən, yer məkandır, amma biz dedik ki, V-dən sonra xəbər gəlmir. Ona görə cansız kimi baxanda düz gəlir. Deyir, bizim mətbəximizdəki table hansı ki sınıqdır, təmirə ehtiyacı var. Ya da təmir edilməlidir. Hər nəysə, insan, huhum, zət
C. İnsan hukum zət. D. İnsan hukum zət. İkisi də sorry, tell. Burada xəbər var. Hukum zət. Hukum zət. Bunlardan birindən sonra xəbər gəlmir. Budur. Amma bu düzdür. Deməli, cavab B-dir. Çox qəşəng sual, bəyəndim. Bəyəndim. Something else is everything-də zət olur. B. Cansız olunca which zət. 2, 3. B. Belə də düşə bilər. Çox sadədir, çox rahatdır. İnsan olduğu üçün hukum zət. Baxın, xuzu düz seçə bilərsiniz, problem deyil. Üstəcə isim gəlsin. Xuz həm insana, həm də cansıza aiddir. C. Amma burada isim yoxdur, əvəzlikdir. Zozda hukum nəyin arasına qalır? İkisi arasına qalır. Hunu seçirik. Həm də sadə bax, solum da eyni, solum da eyni, sağım da eyni. Onu mən fərqli variant seçə bilmərəm. Yəni bu fərqlidir. İkisi də eyni olmalı. Hu. Həm də niyə D-ni seçə bilmirəm? Niyə seçə bilmirəm? Çünki xumdan sonra xəbər gəlmir. Halbuki buradakı hərflər xəbərdir. Cavab B-dir. Zoz olanda ya hu olur, ya da hum. Düzdür? 3 nöqtədən sonra xəbər varsa, humu çıxıram, qalır hu. 2 dənə cümlə ikisinə də yapışdırmışam, gedib. İndi buna baxaq. Deyim, mən bilmək istəyəm. Ask, wonder, want to know, nə bilim, bunlardan sonra zət və boşluq gəlmirdi. 3 nöqtədən sonra of olsa, filan şey seçirəm. Xəbər olsa, filan şey seçirəm. Cümlənin sonunda sözün olsa, filan şey seçirəm. Heç biri yoxdur. Deməli, indi bunu tərcümə edeyim. David dedi onlara hadisə haqqında. Nə dedi? E variant. Sonra. İndi buna baxaq. Yenə 3 nöqtədən sonra sağda sorayım. Yəni, burada mən isim, insan, cansız, zoz, something else, everything görmədiyim üçün. Mən o insan, cansız, wish, nə bilim, huhum, bu söhbəti eləyə bilmirəm də. O görə sağa baxıram. Yəni, bu tanrılıq budaq cümləsi əslində. Hər nəzər, biclik üçün deyirəm. Sağda görürəm ki, bu yenə of yox, cümlədən sonra söz önü yox, nə bilim, wantun, asmonda da sonra zət gəlmir falan. Bu bicliklərin heç biri yoxdursa, mən bu cümləni mütləq tərcümə edeyim. Ən sadəsi budur. Onlar həftə sonunu keçirəcək. Harda? B variant. O qoydu eynəyini dünən. Hara? A variant. Müəllim bilirdi məsələ haqqında. Nə? B variant. Sən mənə deməyə çalışırsan. Nə? D variant. Gəlir. İngiliscədə gəlir, xəbər. Gəlir. Nəyəsə ingiliscə bir sürü mübtədəsi. Mübtədə nə olur? Yahoo ya da what. C. İmtahan sualı, qəbul sualı. Who is coming? Kim gəlir? Who is going? Kim gedir? Onlar Mike'ı qarşıladı. Nə zaman? Harda? Niyə? Necə? Hansı var? Bir dənə bu var. Sən de getmək istəyirsən. Niyə? Ay, aha. İndi siz qala bilərsiniz, bu mən veni də seçirəm. Nə zaman getmək istəyirsən? Amma bu da nə zaman var axı? Gördünüz? Now, indi. Deməli, veni seçə bilmirəm. Tanrı budaqda da vail olmur. Niyə getmək istəyirsən? Sən deyir, gedişdin. Niyə? Vacibdir, xəbər gəlib. Nə? Azərbaycan dilində mübtədasız xəbər vermək olur. Amma ingiliscədə mübtədasız xəbər vermək olmur. Nə vacibdir? What is necessary? Cümlənin sonunda söz önü var. Who, what? From varsa və yəni də verə bilərəm. Və ya from. Haradan qayıdırlar? Yenə eyni şey. Variantı. Xəbər. Who, what? Kim, nə səni narahat edir? C variantı. Votun asmonuna birisi zət olmur. Burada xəbərdir. Kim, nə? Kim səbəb oldu, nə səbəb oldu? Caused səbəb olmaq. 3 nöqtədən sonra of görəndə which of, how much of, how many of. Much of da birisi də saim isimlər. Cümlənin sonunda söz önü varsa who, what, hansı var? Bir dənə bu var. Nəyə görə deməkdir. O gəldi. Və nəhayət, yəni heç nə yoxdur, bunu tərcümə. O bunu etdi. Niyə etdi, nə zaman etdi, harada etdi, necə etdi. İkisi var. Bu bitmiş zaman olduğuna görə V-ni seçmirəm. Qalır
E variantı bu qədər sadə. Görüşərik. Hələlik.